testimizin 8-ci sualında deyir ki, cümlələrdən birində özgə sözü ismi xüsusiyyətlərini daşıyır. İsmi xüsusiyyətlərini necə daşıya bilər bir söz? Ya cəmlənə bilər, ya hallana bilər, ya mənfi bir şəkildə qəbul edə bilər, ya ismi sualına məsələn cavab verə bilər, yaxud xəbərli şəkildə qəbul edə bilər və s. İndi variantlara bir baxırıq. A variantında deyir ki, kəndə özgə bir adamın gəlməsindən söhbət gedirdi. Özgə bir adam, hansı adam? Sifətin sualına cavab verdi. İsmin xüsusiyyətini daşımadı burada. Ona görə A variantımız düzgün deyil. Sinə xət çəkək. Sonra B variantında deyir ki, zəhmətdən özgə bir vərdişim yoxdur. Zəhmətdən başqa, zəhmətdən özgə. Necə bir vərdişim yoxdur? Nə cür vərdişim yoxdur? Zəhmətdən özgə olan, zəhmətdən başqa olan, yəni yenə ismin xüsusiyyətini daşımadı. Sifətə məxsus bir sual, bir məna daşıyır. Sonra ananın bu xalçadan özgə bir şeyə gümanı gəlmirdi. Xalçadan özgə, xalçadan başqa. Necə bir şeyə gümanı gəlmirdi? Xalçadan özgə, xalçadan başqa bir şeyə gümanı gəlmirdi. Deməli, burada da yenə ismin xüsusiyyətini daşımadı. Sonra D variantını saxlayıram. Y variantında özgə adamın kölgəsinə sığınma, nə cür adamın, hansı adamın, yenə burada sifətə aid bir sual kəsb edir özündə. Y variantına getdi. D variantında isə özgələri torpağımızdan qov əsgər. Kimi qovmalıdır? Özgələri. Neynədir burada? Lar şəkildə qəbul etdi, cəmləndi, ismin xüsusiyyətini daşıdı. Ona görə bizim burada D variantımız doğrudur.